Peyğəmbərin, Həzrəti Əli əleyhissalamın və digər məsum imamların, Allah dostlarının xüsusiyyəti həyat tərzi bu olub ki, heç vaxt istəməyiblər kimlərsə onlara görə əziyyətə düşsünlər. Və heç vaxtı da məsələni çox ciddiləşdirib böyütməyiblər. O bizdə belə bir söz var da, məsələni böyütmək. Dinimiz deyir, məsələni böyütmə. Elə buradaca güzəşt elə, əff elə, məsələ böyüməsin. Məsələni böyütmək heç vaxtı dinimiz bunun tərəfdarı deyil. Böyüdəndə nə baş verir? Böyüdəndə bu baş verir ki, ürəklərdə kin yaranır. Ürəkdə kin yarananda nə olur? Buyurur, böyük günahdır. Başqa nə olur? Kin yaranan ürəkdə Allah duanı qəbul eləməz. Kin yaransa o çevriləcək ədavətə, ədavət yaransa çevriləcək başqa şeylərə. Görürsünüz, hamısı insanlar arasındakı münasibətin çətinliyindən xəbər verir ki, insanlar asan yolla vəziyyətdən çıxa bilərdilər, amma özləri öz əlləri ilə neynirlər? Özlərinə biraz da çətinliyə salırlar. Amma dinimiz buyurur ki, bəli, alver eləyirsən, tez alver elə qutarsın. Başqası səndən üzr istəməyə gəlib, tez bağışda qutarsın. Ehsan eləmək istəyirsən, tez ehsan elə qutarsın. Yəni, məsələləri o qədər də ciddiləşdirməyin, böyütməyin, göz yummaqla, ondan sonra əff eləməklə, güzəşt eləməklə, görsən məsələləri insanlar asanlığa doğru apara bilərlər. Dinimiz də bunun tərəfdarıdır. Ona görə də Allah bizdən bunu istəyib ki, la yuridu bikumul usr. Yuridullah bikumul yusr və la yuridu bikumul usr. Allah sizdən çətinliyi yox, asanlığı istəyib ki, bunlar da istər ailə daxilində olan münasibətlərdə, istər insanlar arasında olan münasibətlərdə dinimizin bizə asan yolla getməyimizi bizdən istəyir. Allah da, bax bunu Quran-ı Kərimdə Bəqərə surəsində ki, 185-ci ayə idi ki, Allah sizdən asanlığı istəyir. Bunlar da nümunəsi ki, Allah necə bizdən asanlığı istəyir. Bəli, mehriban ata, mehriban ana heç vaxt övladının çətinliyə düşməsini istəməz. Həmişə asanlıq istəyər, Allah da bu cür. O ki, qalmışdı Allah olsun. Allah bundan qat-qat artıq istəyir ki, insanlar asan mövqedə, asan yolla geçsinlər və məqsədə daha tez çatsınlar.